Sovet dövründə bəs analar 10 uşaq, 5 uşaq dünyaya gətirirdi. Bu proses hətta ərinə belə sadiq qalırdı, işini də gördü, prosesi də gördü. Bəs niyə hal-hazırki dövrdə daha çox ailələrdə bir uşaqdan və ya da 2 uşaqdan sonra bu prosesin dayandırılması tələb olunur və xanım xeylağı deyir ki, mən karyeramı düşünməliyəm, mən artıq uşağa baxa bilmərəm. Bu proseslər yəni hara bizi aparır? Bu əslində tək bizim problemimiz deyil. Bugün dünyanın istənilən ölkəsində bununla bağlı ciddi problem var ki, cırtdan ailə modeli bugün dünyanın əksər ölkələrində prioritet olub. Yəni bundan narahat olan ölkələr artıq təşviq edici proqramlar həyata keçirir. Ailələrdə uşaq sayının artmasıyla bağlı xüsusi proqramlar, mexanizmlər işləyir, hazırlayır. Ailələri təşviq eləyir ki, nəsil artırmaqda maraqlı olsunlar. Burada ailələrin, yeni qurulan ailələrin evlə təminatı, işlə təminatı, güzəştli kredit əldə etməkləri, birinci uşağa, ikinci uşağa, üçüncü uşağa fərqli məbləğlərdə uşaq pulu təyin edilməsi, 3 və 4 uşağı olan ailələrin çoxuşaqlılıq statusunun qazanması, çoxuşaqlı ailənin imtiyazları məsələsi bu mexanizmlərdən bəziləridir. Elə ölkələr var ki, bugün ciddi formada narahatdır. Bağlanan nikahların azlığından və dünyaya gələn uşaqların sayının günü-gündən azalmasından. Bizim ölkəmiz üçün də əslində bugün bu problemdir. Çünki ölkədə ciddi formada bağlanan nikahlar azalır və doğulan uşaqların sayı azalır. Ona görə də dövlət bu məsələdə əlini daşın altına qoymalıdır. Çoxuşaqlılıqla bağlı meyar salınmalıdır aşağı. Ailələrin boşanmaya getməmələri üçün hər şey işlənməlidir ki, boşanmaya getməsin ailələr. Biz Mediasiya Şurasının fəaliyyətindən çox şey gözləyirdik ki, boşanmalarla bağlı azalma müşahidə eləyək, amma çox təəssüf ki, əksi baş verdi. Və bu məsələdə təbii ki, maddi gəlir məsələsi də rol oynayır. Əgər ailə kirayədə yaşayırsa, bir adamın gəlirindən, tək ailə başçısının gəlirindən təbii ki, yaşamaq mümkün deyil. Burada xanımın da işləməsinə ehtiyac yaranır ki, yəni bütün tələblər ödənilə bilsin, bütün xərclərin qarşılığı ödənilə bilsin. Ona görə də xanımların nəsil artırmadakı maraqsızlığı biraz da ondan irəli gəlir ki, təminat məsələsində ciddi problem olur. Düzdür, mən bütün hallarda tərəfdarıyam çoxuşaqlılığın. Bir millətin gələcəyi o millətin ailələrində doğulan uşaq sayından ölçülür. Yəni nə qədər çox uşaq dünyaya gəlirsə, o millətin gələcəyi ilə bağlı ümidlər də bir o qədər çox olur. Bir şərtlə ki, o uşaqların təminatı normal qaydasında yerinə yetirilə bilsin. Əgər çox uşaq dünyaya gətirib təminatını həyata keçirə bilmiriksə, təbii ki, ciddi problemlər meydana çıxacaq. Ona görə də xanımların az uşaq istəməsinin bir səbəbi maddiyyatla bağlıdırsa, digər səbəbləri də təhsilindən, karyerasından, köməksizliyi ilə bağlıdır. Burada bir məsələ də rol oynayır, cırtdan ailə modellərinin yaygın olması. Yəni ata, ana və uşaqdan ibarət ailələr köməksizdir. Nənə yox, baba yox, əmi yox, bibi yox, ailələr uzaqda yaşayır, kömək eləyən yoxdur, bağça yaşına qədər ailəyə dəstək verən yoxdur. Dayənin ödənişi müəyyən qədər məbləğ tələb eləyir. Yəni bir çox məsələ burada rol oynayır ki, qadınlar nəsil artırmaqda o qədər də maraqlı olmurlar. Amma yenə də iki uşaqdan ibarət ailələr üstünlük təşkil eləyir. Amma təbii ki, 3 və ya 4 uşaqla bağlı düşünmək lazımdır. Burada da çoxuşaqlılıq meyarının 6 uşaqdan 4 uşağa, 3 uşağa endirilməsi məsələsi məncə ən yaxşı təşviq edici məsələ, yəni mexanizm olardı.